Biri var idi, biri yox idi. Bir gün Molla Nəsrəddinin cibində sıçanlar oynaşırdı. Amma molla olmazdı əgər bir çıxış yolu tapmasaydı. Bazardakı son puluna bir-birinə bənzəyən 2 dovşan alır. Birini evə göndərir, arvadına tapşırır ki, plov dəmləsin. O biri dovşanı isə qoltuğuna vurub düz gedir şəhər hakiminin yanına. Salam cənab hakim, sənə elə bir heyvan gətirmişəm ki, tayı bərabəri yoxdur. Bu dovşan postalyondur. Sözü deyirsən, qaçıb evə çatdırır. Ah, molla, məni ələ salma. Dovşan söz başa düşər? İnanmırsan, gəl yoxlayaq. Molla dovşanın qulağına nəsə pıçıldayır və dovşan ox kimi yerindən fırlayıb gözdən itir. Biraz söhbətdən sonra hakimlə molla evə gəlirlər. Mollanın evinə girəndə nə görsələr yaxşıdır. Süfrədə buğlanan plov, küncdə bostanqovunu, dirəyə də bağlanmış həmin o dovşan. Xoş gəlmisiniz. Molla, göndərdiyin dovşan gəlib xəbər verdi ki, qonağımız var. Mən də plovu dəmə qoydum. İnanılmazdı, bu ki möcüzədir. Molla, nə istəyirsən verim, sat bunu mənə. Hakim bir ətək qızıl verib dovşanı alır. Evə çatan kimi istəyir arvadını təəccübləndirsin. Dovşanın qulağına axşama qonaqlıq hazırla, deyib buraxır. Axşam hakim evə gəlir. Nə yemək var, nə süfrə. Arvadı da bağçada boş-bekar gəzir. Ay kişi, dovşan gəlib sənə xəbər vermədimi? Ay kişi, nə dovşanı, sən havalanmısan? Hakim qəzəbindən partlayır. Səhəri gün mollanın yaxasından yapışır. Fırıldaqçı, dovşan qaçıb getdi, mən aldatdın. Bir dayan görək hakim sağ olsun. Sən dovşanı buraxanda ona evinin ünvanını dedinmi? Yox, yadımdan çıxdı. Hakim, ünvanı bilməyən yazıq heyvan evin necə tapsın? İndi günah kimdədir?